Maaş gözləntiniz nə qədərdir? Adınız tələbələrindən soruşuruq. Oxuduğunuz ixtisas nədir və maaş gözləntiniz nə qədərdir? Oxuduğum ixtisas informasiya təhlükəsizliyi idi. Gözlədiyim maaş 5000-6000 manat arası. Oxuduğunuz ixtisas nədir və maaş gözləntiniz nə qədərdir? Biz qida mühəndisliyi oxuyuruq. Mən şəxsən 3000 manat maaş gözləyirəm. Sözün düzü mən 3-5 min arası gözləyirəm, amma əlavə işləri də hesaba qatsaq, təxmin edirəm ki, 7 minə qədər çatar. What's your major and what's your expectation for salary? I'm studying mechatronics and robotics engineering and I expected $20,000. Robototexnika və mexatronika mühəndisliyində oxuyuram. Maaş gözləntim 9000-dən yoxlanır. Kimya mühəndisliyi oxuyuram. Başlanğıc olaraq 1500 manat. Abi ixtisas kimya mühəndisi, ingilis oxuyuram. Maaş gözləntim belə realistik olacam, 900 manatdan başlayır. Oxuduğunuz ixtisas nədir və maaş gözləntiniz nə qədərdir? Robototexnika və mexatronika maaş gözləntim Azərbaycanda 2000, xaricdə də hardasa yəqin ki 4000. Bəs sizin maaş gözləntiniz nə qədərdir? Şərhlərdə qeyd etməyi unutmayın.